Və ən leysə lil insani illa ma sə'a Quran ayəsidir. İnsan nə qədər çalışırsa o qədər qazanacaq və salam nöqtə. Nə qədər çalışırsa. Böyle və salam. Doğru çıxdı getdi Demək bu. ki, Böyle həyatın fəlsəfəsidir bu. Qadirçilik başqa bir məsələdir. O çox mütərəqqi bir anlayışdır. O nədir? Saç mənim gözəl dedi. Səfərdə olmalısan, bu aksiomadır. Bu ağıldır. Hərəkətə keçməlisən, təhsil almalısan, inkişaf etməlisən, amma zəfər qazana bilməsən, intihar etmə. Sən də günahkar deyilsən. Böyüsən, təbiət günahkardır. Yəni biz deyə bilmirik də taleyin belə idi. Xeyr, qətiyyən. Ona görə əgər mən o düşüncədə olsam, mən ümumiyyətlə əl qolumu bağlayacağam. Burada çox aspektlər var bu uğur məsələsində danışmaq. Deməli, Əsas hərəkətdir. bəli, təcrübədir də, təcrübə hərəkət. toxuyursan. Deyir, mən gələ bilmədim, yolu qarşıla. Bəli, əsas Mən gələ hərəkət. bilmədim, yolu qarşıla. Salam Cərman deyir.